Dərslərin birində sual vermişlər, danışmışdım dəstəmaz barədə. Və dəstəmaz ayəsi ey iman gətirənlər, əgər namaza qalxsanız və namaza qalxdığınız zaman əlinizi yuyun. Üzünüzü yuyun, əlinizi yuyun. Dirsəklərə qədər. Başınıza məs çəkin və ayaqlarınızı yuyun. Ayəsi. Və mən demişdim ki, ərəb dili lüğəti gərəkdirir ki, burada məsələ gedir ayaqları yumaqdan, məsdən yox. Çünki orada feil, yuyun, fəxsilu, vücuhəkumdur, vücuhəkum məfulun bihidir. Yəni, feil təsir edib o ismə, vücuhəkum, yuyun üzünüzü, əydi yəkum, yuyun üzünüzü. Vəmsəhu biru'usikum, başınıza məs çəkin, orada kəsrədir, biru'usikum. Oca kəsri olanda məsə aiddir. Və ərcu ləkum, getdi yumağa, ərcu ləkum. Və ayaqlarınızı yuyun. Ümumiyyətlə, o dedim ki, o ayədə feil ikidədir. Yuyun və məs eləyin. Qalanlar əzalardır. Ey iman gətirən, namaza durduğunuz zaman yuyun. Üzünüzü, sonra yuyun sözü yoxdur. Üzünüzü, əllərinizi, dirsəklərə qədər. Başınıza məs çəkin və ayaqlarınızı. Və belədir tərcüməsi. İndi ayaqlarımızı yuyaq, yoxsa məs eləyək. Orada hərəkə, kəsralı olsaydı, biru'usikum və ərcu likum olsaydı, ayaqları da məs eləmək lazım. Çünki qayıtdı məsə. Amma orada məsə qayıtmır da. Əydi yəkum vücuhəkum ərcu ləkum. Yumağı qayıtdı. Sonra bir də, dedim, bu lüğətdədir, dəlildir, biraz az bilən. Sonra dedim ki, gedin notariusda yoxlayın bunu. Mən deyən kimi çıxacaq. Və bu Hafsın qiraətidir. Asimdən. Və dedilər ki, yox. Bir dənəsi çıxdı, dedi ki, yox. Bir dənə belə qiraət də var, ərculikum. Orada məsə qayıdır. Yəni, orada məs hökmünə qayıdır. Ən birinci bilmək lazımdır ki, onlar özləri namazda yuyun oxuyurlar. Bizim onu bilsinlər. Olan imamlar meçiddə namazda yuyun qiraətini oxuyurlar. İranda da elə oxuyurlar. Yəni, onları da məşhur qiraət, yəni müqarrar qiraət, biz deyən qiraətdir. Eyb yox, bu məsələnin birinci tərəfi. İkinci tərəfi qalsın elmi tərəfi. Ən birinci, bəli, belə bir dənə qiraət var. Bi'ərculikum, ayaqlarınızı məs edin. Əgər Quranda iki qiraət gələrsə və zahirləri müxtəlif olarsa, bunlar ayrı-ayrı ayələr sayılır, bir ayə sayılır. Və bunların ikisində də əməl olunur. Və əhl-i sünnə və cəmaa bu ayələrin ikisində də əməl edir. Ayağa yuyur da məst edir. Siz bu qiraəti əməl edirsiniz, yaxşı. Hansı ki, o qev tapmışsınız hardansa o qiraəti, hansı ki, özünüz onu oxumursunuz. Orada deyirsiniz ki, yuyur. Çünki nəfsə uyğun gəldi, bir də dəlil belədir. Nəfsə uyğun gəldi, laf öz məzhəbinə zidd olan kitabdan olsa gətirəcək. Yaxşı. Yaxşı, sən bəs bu qiraəti necə əməl edirsən, ayağınızı yuyun. O demədi ki, mən səhv deyirəm. O burası dedi ki, orada belə də qiraət var. Biz ona əməl edirik. Yaxşı. Biz ikisinə də əməl edirik. Yuyuruqda, aydındır, məst edirik. Quran Peyğəmbər sallallahu aleyhi və səlləmin yaşadığı bir kitabıydı. Aydındır. Peyğəmbər sallallahu aleyhi və səlləm həyatında bir dəfə ayağına məs çəkməyib. Yalan. Bir dəfə. Ayağını corab və ya xof, dəri geyindiyi zaman məs eləyib və məs hədisləri hamısı əldən gəlib. Demək olar ki, əksər hədislər əldən gəlib, radiyallahu anh. Allah ona razı olsun. Deməli, ayaqlarınızı yuyun, yəni yalın, məs eləyin, yəni, bəli, yəni xofun üzərindən və corabın üzərindən. Tusi öz kitabında, bu ayənin təfsirində deyir ki, Əli radiyallahu deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm nə səfərdə idi?
ayaqlarımı dəstəmazda yuyurdum. Əli məs çəkmirdi, yuyurdum. Əli deyir bunları. Peyğəmbər sallallahu aleyhi və səlləm mənə ki, barmaqlarının arasını da yox. Yəni barmaqların arasında çökəli barmaqla ayaq barmaqlarını da yox. Çünki ora ot toxunmasın. Tusi bunu rəvayət eləyir. Bu rəvayəti. Sonra deyir ki, bu cəmaatın qabağında təqiyyə idi. Əli radiyallahu anh məs çəkmirdə. Cəfər Sadiq səhvən və səhvəli işçiyədədir bu. Səhvən əmrəmsə. Cəfər Sadiqdən rivayət getirirlər ki, Cəfər Sadiq dəstəmaz barəsində hökm belədir. Deyir, əgər yadından çıxartsan ki, başıma məs eləməyi, ayaqlarımı da yumusan, əgər başıma məs eləmək yadından çıxsa və sən ayaqlarımı yumusan, deyir, təzdən qayıt başıma məs çək və ayaqlarımı yum. Əhl-i Beytin yolunu gedirik, əlhəmdülə biz. Biz hər iki ayı əməl edirik. Amma qaldı ki, məs eləmək, bəli, o aya aiddir, nəyə? Corabın üzərinə. Və bəzi lüğət alimlər deyib ki, məsih sözü bəzən yumaq mənasına gəlir. Məsih sözü bəzən yumaq mənasına gəlir, lakin necə yumaq, qardaşlar? Suyu tam tökməmək, belə-belə yumaq. Su götürüb tam belə məs eləmək. Ayaqlarımıza məs edin, yəni ayaqlarımıza. Çünki ayaq deyəndə, ayaq, yəni Peyğəmbər səsəm təhdid etdiyi dəstəmazda topuqdan aşağı olan yerlərdir. Arxada daxil olmaqla o əqab. O insanın tabanının arxa tərəfi var, orada. Məs eləyin, yəni belə. Və bəzi rivayətlərdə gəlib ki, bəzi sahabələr, və Ənəs və başqa sahabələr və Əli radiyallahu özü də dəstəmaz alardı xəfif. Yəni suyu götürərdi, belə sürtərdi, məs eləyər. Deyib, əlini gördü ki, üzünə məs çəkdi dəstəmaz alanda. Əlinə məs çəkdi, ayağına məs çəkdi, sonra belə dedi. Bu, heç bir dəstəmazı pozmayıb, dəstəmaz alan dəstəmazıdır. Və o rivayətdə də gələn orada məsihdir. Məsih. Yəni, məsih bəzən yumağa da aiddir. Ola bilər ki, o rivayətdəki məna yumağa da elə həml olunsun, biz elə həmişə yuyuruq. Açığı. Amma siz yumursunuz da, siz açıq məs çəkirsiniz. Biz iki ayəyə də əməl edirik, əlhəmdülillah. Kitablarımızda var ki, imamlar yuyub ayaqlar. Bəli.